Aha. Əsas nitq hissələrini izahını vermişdim. Keçən dərs deyilmə bunun əvvəlki video izahda indi söz yazdım sonunda. İndi keçirik əsas nitq hissələrinin isim. İsimləri, isim əşyanın adını bildirən əsas nitq hissəsidir. Adı üstündə əsas nitq hissəsi. Kimlə hara suallarına cavab verir? Belə ki, isim həm tək və cəm olur, həm toplu isim olur, xəbəri şəkildə qəbul edir, hallanır, cəmlənir, məsuliyyətə görə dəyişir, sonra ümumi məxsus olur, konkret və mücərrəd olur və s. Yəni, ismin hər biri ism vuruluşu, sadə düzəltmə və mürəkkəb olur. Sadə bilirsiniz, bir kökdən ibarətdir, düzəltmə, kütlə, əksər şəkilçidən qrammatik hissi 2 və daha artıq müstəqil mənalı sözün birləşməsindən yaranır. Sözün düzəltməliyinə, mürəkkəbliyinə falan toxunmayacağım. Çünki o kitabda yəni necə deyim, oxunmalı bir şeydir. Onun izahlı bir şey deyil. Deməli, baxaq ümumi ismin xüsusiyyətlərinə. İsimdə deməli konkret mücərrədli anlayış var. Nədir konkret? Nədir mücərrəd? Evet, ben dəyişim. Aha. Konkret isim nə deməkdir? Konkret o deməkdir ki, yəni fiziki cəhətdən bu isim mövcud olsun. Məsələn, insan, dəftər, kitab, vərəq, qələm, parta, lövhə, marker və s. hər şey. Fiziki cəhətdən mövcud olan hər şey. Məsələn, hava sözünü götürək. Hava sözü fiziki cəhətdən mövcuddur. İndi mən bu fizikasına filan girmək istəmirəm. Sadəcə onu bilin ki, hava sözü insan oksigensiz, havasız yaşaya bilməz deyə, yəni o bizə təsir edən bir şeydir. Küləkdir. Məsələn, o səni təsir eləyir də. Külək əsəndə insanın üzünə hava dəyir də. Biraz çox əsəndə, məsələn, uçursan və s. Yəni, külək insana təsir edir. Havadır. Bu insana təsir edir. Ona görə fiziki cəhətdən deməli mövcuddur. Deməli, konkret isimdir. Mücərrəd isimlər isə fiziki cəhətdən mövcud olmayan, yəni fiziki cəhətdən olmasın da. Məsələn, sevgidir, nə bilim, dostluqdur, da belə hisslər, duyğular və s. aid ola bilər. Mücərrəd isimlər cəmlənmir. Hamısı yox, bəziləri cəmlənmir. Lıq şəkilçisinə olanlar daha çox. Məsələn, duyğular deyə bilirəm, sevinclər deyə bilirəm. Amma müəllimliklər deyə bilmirəm da, məsələn, həkimliklər deyə bilmirəm. Bəzi deməli mücərrəd isimlər cəmlənə bilmir. Bundan başqa nə var idi? Konkret isimlərdə deməli konkret isimlərdə bəzi sözlər var ki, həm konkret olur, həm mücərrəd olur. Məsələn, saat sözü insan qoluna taxdığı saat mənasında konkretdir, amma zaman anlayışı olaraq mücərrəddir. Ay sözü zaman anlayışı olaraq və yaxud da gün sözü zaman anlayışı olaraq deməli mücərrəddir. Amma gördüyümüz, məsələn, göydəki səmadakı aydır, səmadakı günəş mənasında olacaq konkret. Məsələn, sonra analıq, atalıq tipli sözlər var. Bu tipli sözlər də, məsələn, analıq ikinci ana mənasında, atalıq ikinci ata mənasında, yəni, necə deyim, ananın, atanın ikinci bir həyat yoldaşı mənasında olsa, deməli, olacaq konkret isim, yox, analıq hissi, atalıq hissi mənasında olsa, olacaq mücərrəd isim. Daha sonra var, başqa nə var idi deməli isimdə? Təklik və cəmlik anlayışı var. Nədir tək isimlər, nədir cəm isimlər? Tək isimlər fiziki olaraq, konkret olaraq, yəni bir tək qrammatik cəhətdən təkliyi bildirir. Məsələn, kitab, qələm, dəftər, ruçka və s. Ruçka bizim sözümüzdə necə? Bunu keçirəm. Məsələn, kitab sözünü götürək, hər zamanki kimi. Kitab sözü bir kitab mənasını bildirir də. Məsələn, necə ingilis dilində məsələn, yazırsınız, e-book. Yəni, bir kitab mənasını bildirir də. Yəni, tək isim budur. Tək isim demək. Bir də var cəm isim. Cəm isim cəmliyi bildirmək üçün qrammatik kateqoriya lazımdır. Lar-lər şəkildə. Əgər sözü lar şəkildə farq etmək cəmlər yoxsa demək təkdədir. Məsələn, kitablar oldu cəmdə. Bir də toplu isimlər var. Nədir toplu isimlər? Toplu isimlər qrammatik cəhətdən deməyim, məna cəhətdən topluluğu bildirir. Amma qrammatik cəhətdən yenə təkdədir. Məsələn, nə deyək? Ordu. Ordu sözü məna cəhətdən cəmdədir. Amma sənə desə ki, ordu sözü qrammatik cəhətdən cəmdədir, yox. Ordu sözü qrammatik cəhətdən cəmdə olması üçün lar-lər şəkildə qəbul etməlidir. Başqa bunun bir forması yoxdur.
Eyni zamanda toplu isimdən əgər cümlədə xəbər funksiyasındadsa, məsələn, ordu hərəkət etdi. Xəbəri təkdə olmalıdır, cəmdə ola bilməz. Ordular hərəkət etdilər ola bilər. Çünki mübtəda cəmdə olur axı. Yəni toplu isim cəm şəkildə layihələr qəbul etmədiyi müddətdə mən ona cəm deyə bilmərəm. Məna cəhətdən deyirəm, topluluğu bildirir, amma qrammatik cəhətdən yox. Başqa nə var idi toplu isimdə? Toplu isimdə bir də cəmaət, əhali, bir də ictimaiyyət sözləri var. Ki, bunlar cəmlənə bilmir. Cəm şəkildə qəbul edə bilmir. Bundan başqa nə var idi? Xüsusi və ümumi isimlər var. Nədir ümumi isim, nədir xüsusi isim? Ümumi isim, ümumi əşyalara verilən adlara deyilir. İt, pişik, insan, adam, heyvan və s. planet və s. Xüsusi isim isə o ümumidən məsələn birini xüsusiləşdirmək üçün verilən addır. Məsələn deyirəm, Araz çay adıdır, həm də insan adıdır. İki mənalısı da xüsusi isimdir. Sonra deyirəm ki, məsələn, nə deyək? Adam adları normal, pişiklərə, itlərə qoyulan adlar, Məstandır, Məslidir, nə bilim. İtlərə qoyulan adlar, Jack, Pop, zat filan, hər şeydə, yəni bildiyiniz bir əşya nədir? Bir canlını, bir nəyi digərlərinə fərqləndirmək üçün istifadə olunan bütün isimlər xüsusi isimlər adlanır. Xüsusi isimlər, bir onu yazı taxtın ki, cəmlənmir, sadəcə bəzən cəmlənə bilər. O da nə vaxt? Məsələn, bir adamda deyək ki, 2 dənə qrupda, məsələn deyirəm, 2 dənə lamiyə var. Qrupda 2 dənə lamiyə varsa, müəllim lamiyələri çağırın deməlidir. 2 lamiyəni çağırın deyəsə ki, lamiyələri çağırın deyəsə. Düşünün, cəmlənə bilər. 2 anlayış, məsələn, 2 və daha çox olarsa. Onda cəmlənə bilər. Bir də şeirlərdə cəmlənə bilər. Məsələn, sizin güldüyünüz çoban torpağı Nizamilər, Füzulilər yitirmiş. Məsələn, burada Nizamilər, Füzulilər deyəndə cəmlənir, amma yəni xüsusi isimdə. Bundan başqa nə deyəcəkdim? Xüsusi isimlər amonimlik funksiyası daşımır. Məsələn, səadət sözü deyə bilməzsən ki, bir adam adı, bir də səadət sözü. Yəni, o sözü deyə bilməzsən. Amonim işlədə bilməzsən. Xüsusi isimlər amonim olmur. Bəzi sözlər var ki, xüsusidən ümumiyə keçir, bəzi sözlər də var ki, ümumidən xüsusiyə keçə bilər. Məsələn, badamlı sözü, badamlı əslində çayın adıdır, səhv eləmirəmsə. Səhv eləmirəmsə, ya çaydır, ya bulaqdır, nəsə bir şeydir. Ondan badamlı sularını yaradılar da, xüsusidən ümumiyə keçir. Və yaxud da ümumidən xüsusiyə keçə bilər. Bu da ala bilər. Daha sonra nə var idi isimdə? Sonra gəldi ismin hallanması. İsmin besizdə adlıq, yerlik, yönlük, təsirli, yerli, çıxışlıq halları var. 6 dənə hal var. İsmin hallarında adlıq hal, deyir ki, adlıq yəni başlanğıc halı bildirir də, belə deyək. Sualları kim, nə, hara və özünün şəkilçisi yox. Yəni hal, ümumi deyim, sonra bəzi qaydaları var, onları deyəcəm. Yəni hal müəyyənlik və qeyri-müəyyənlik formasında olur. Müəyyən yəni hal kimin, nəyin, haranın suallarına cavab verir. Şəkilçisi ın-üstü 4-dür. Qeyri-müəyyən yəni hal nə sualına cavab verir, özünə məxsus şəkilçisi yoxdur. Yoxdur deyəndə, yəni məsələn Nizami muzeyi, Nizaminin muzeyi, oradakı Nizami muzeyində şəkilçisi olmur da, yəni. Sadəcə mən onu bərpa edə bilərəm. Nizami muzeyi və yaxud da Füzuli kantatası, Füzulinin kantatası şəklində bərpa edə bilirəm. Onda da müəyyənliyə çevirmiş olur. Sonra yönlük hal istiqamət yön bildirir. A-ə şəkilçisindən düzəlir. Kimə, nəyə, haraya suallarına cavab verir. Təsirli halda müəyyən və qeyri-müəyyən formasında olur. Müəyyən təsirli hal I-üstü 4-dür. Kimin, nəyi, haranın suallarına cavab verir. Qeyri-müəyyən təsirli hal nə sualına cavab verir və şəkilçisi yoxdur. Məsələn, ağac əkdim, ağacı əkdim şəklində çevirə bilərəm, dəyişə bilərəm. Sonra yerli hal dadə şəkilçisindən düzəlir. Kimdə, nədə, harada. Çıxışlıq hal dadə şəkilçisindən düzəlir. Kimdə, nədə, harada formasında olur. İndi bəzi qaydalar var ki, onları deyəcəm, doğrusu. Biri var, təsirli halda ixtisar olunma məsələsi var. Bir də var, təsirli halda ixtisar olmama məsələsi var. İndi onu nümunə yazıb izah edəcəm. Bu iki cümlədə görürsünüz ki, biri var anam alma ağacı əkdi, bir də var anam alma, armud, portağal gətirdi.
Deməli, yuxarıdakı cümlədə əkdi. Nəyi? Alma ağacını. Düzdür, oldu tamamlıq. Tamamlıq xəttini çəkə bilsən inşallah. Aha, anamdakı mübtəda. İndi bu cümlədə qeyri-müəyyən təsirli hal var. Niyə? Çünki bu cümlə alma ağacını formasında olmalıdır. Təsirli hal tapmaqdan ötürü asan formada ki, həmin söz təsirli haldırmı, yoxsa digəri? Alma ağacı sözünü aparıram anam sözündən əvvələ. Alma ağacını anam əkdi. Şəkilçisini avtomatik qəbul edir. Təsirli hal elə bir haldır ki, xəbərin yanına, feilin yanından uzaqlaşdıran kimi avtomatik şəkilçisini qəbul edir. Nəsə, bunu uzaqlaşdırdım, şəkilçisini qəbul edəcək. O heç. Bu oldu qeyri-müəyyən təsirli hal. İkinci cümləyə baxıram. Anam alma, armud, portağalı gətirdi. Gətirdi nəyi? Almanı, armudu, portağalı. Burada şəkilçi, şəkilçisi. Biz ixtisar keçmişdik həmciz üzvlərdə ki, həmciz üzvlərdə təkrarlamanın qarşısını almaq üçün ixtisar oluna bilər. Burada əslində necə olmalıdır? Almanı, armudu, portağalı gətirdi formasında olmalıdır. Yəni bu cümlənin üçündə də müəyyən təsirli hal var. Qeyri-müəyyən təsirli hal yoxdur. Bu ikisində qeyri-müəyyən, bunda müəyyənlik yoxdur. Hər üçü müəyyən təsirli halıdır. Sadəcə həmciz üzvlərdə deyə deməli, müəyyən təsirli halın şəkilçisi ixtisar olunub. Amma yuxarıda hər hansı bir həmcinslikdən söhbət getmir deyə bu olub qeyri-müəyyən təsirli hal. Həm də uzaqlaşırsan da avtomatik şəkilçisini qəbul edəcək. Alma ağacını anam əkdi məsələn. Quzu su içir. Suyu quzu içir. Belə şəklində. Məsələn, su quzu içir deyə bilmirəm ki, avtomatik şəkilçisini qəbul etməlidir. Sonra yönlü hal, bayaq dedik, yön istiqamət bildirir məzmuna görə. Amma ki, yönlü hal bəzən məzmuna görə istiqamət bildirməyə bilər. Sizə sual verəcək. Hansı cümlədə yönlü hal yön istiqamət bildirmir? Məsələn, miqdar mənası bildirə bilər. Məsələn, bunu 5 manat almışım. Buradakı AE miqdarı bildirir. Sonra deyirəm ki, məsələn, məqsəd mənası bildirə bilər. Bura, məsələn, şikayətə gəlmişəm. Hər ikisində yönlü hal şəkilçisi var. Və hər ikisi də yön anlayışı bildirir. Biri miqdar bildirir, biri məqsəd anlayışı bildirir. Ona görə deyirəm ki, yönlü hal, yəni ümumiyyətlə hallar həmişə bu anlayışı bildirmək məcburiyyətində deyil. Məsələn, ismin adlıq halı ad anlayışıdır, yəni başlanğıc formasını bildirir. Bundan başqa, ismin adlıq halındadırsa söz, təkcə o demək deyil ki, şəkilçisiz olmalıdır. Mənsubiyyət şəkilçisi də qəbul edə bilər. Yəni, təkcə mənsubiyyət varsa sözdə deməli adlıq haldadır. Xəbərlik şəkilçisi varsa, deməli adlıq haldadır. Cəm şəkilçisi varsa, deməli adlıq haldadır. Qısaca, halların şəkilçisi yoxsa, hamısını versən adlıq halın üzərində. Nə olursa olsun, əsas odur hal şəkilçisi olmasın üzərində. Yəni, necə deyim, digər halların şəkilçisi olmasın. Sonra, yiyəli hal yiyə anlayışı bildirir. Məsələn, Arifin kitabı. Kitab kimindir? Arifin. Yiyə kimdir? Arif. Yiyəli hal bunu bildirir. Sonra, yönlü hal dediyi yön anlayışı bildirir, amma bəzən miqdar və yaxud da məqsəd anlayışı da bildirə bilər. Sonra, təsirli hal. Təsirli halın müəyyən bir, necə deyim, məntiqi yoxdur. Düzünə məntiqdir ki, I-la düzəlir, I+4-lə və təsirli hal. Yəni, feilə də yaxın olur. Dəmus bildirməz. Sonra çıxışlı hal. Çıxışlı hal çıxış nöqtəsini bildirir. Çıxışlı halın yönlü hal bir-birinə əksdir. Evə gedirəm, evdən gedirəm. Biri çıxışdır, biri giriş. Yerli halda yerimi bildirir hal-hazırda. Məsələn, mən evdəyim. İndi hal-hazırda hardayım? Yerim haradır? Ev. Düzdür. Sonra sonra bir mənsubiyyət şəkilçisini ümumi izah edeyim. Mənsubiyyət şəklini izah edəndən sonra halla mənsubiyyətin fərqi var. Onları da ayrı bir izah edəyəm. Mənsubiyyət nədir? Mənsubiyyət də bir növ belə deyək də, məsələn, yiyəli halda nə dedim? Arifin kitabı dedik də, məsələn. Yiyə kimdir? Arif. Düzdür. Bəs Arifə məxsus olan əşya nədir? Kitab.
o məxsusluq anlayışını mənsubiyyət şəkilçisi bildirir. Yəni mənsubiyyət şəkilçisinin məxsusluq anlayışı olur. Kitab Arifə məxsusdur, yəni bu şəkildə. Mənsubiyyət şəkilçisi özündən əvvəl yiyəlik hal şəkilçisi tələb eləyir. Amma bəzən ola bilər ki, yiyəlik hal şəkilçisi olmaya bilər. Yiyəlik hal şəkilçisi olmayanda da nə edəcəm? Ya əvvəlinə mənim, sənin, onun, bizim, sizin, onlarını atıracam. Məsələn, deyək ki, verilib cümlədə şagirdi. Mən bu avtomatik deyirəm ki, məsələn, əvvəlini onunla atırım, deyirəm onun şagirdi şəklində deməli ki, deməli buradakı i mənsubiyyətdir. Bir də necə fərqləndirə bilərəm? Öz sözünü artıra bilərəm. Öz şagirdi. İki forması var. Daha sonra başqa nə var idi burada? Mənsubiyyət şəkilçisində bəzən çıxışlı xalla da işlənə bilər. Məsələn, çıxışlı xalla necə işlənəcək? Məsələn, onlardan biri. Məsələn, burada mənsubiyyət şəkilçisi çıxışlı xalla işlənir. Yəni, bəzən çıxışlı xalla da işlənə bilər. Bundan başqa, mənsubiyyət şəkilçisi əgər sayın üzərinə artırılarsa, burada artıq mənsubluq məzmunu yox, say məzmunu bildirəcək. Məsələn, onların 5-i gəlib və yaxud da şagirdlərin 5-i burada yoxdur. Burada yazaq da o cümlə. Burada şagirdlərin 5-i cümləsində 5 sözü mənsubiyyət şəkilçisi ilə işlənib, özündən əvvəl yiyəlik hal var. Amma burada 5 sözü mənsubiyyətlə işlənsə belə say anlayışı bildirir. Necə deyim? Mənsubiyyət şəkilçisi qəbul etsə belə məzmunluq anlayışı yoxdur. Bu 5 şagirdlərə məxsus olan bir şey deyil. O sadəcə şagirdlərin sayını bildirir. Ona görə deyirik ki, bəzən sual verilə bilər. Hansı cümlədə mənsubiyyət şəkilçisi aidlik məzmunluq yox, sadəcə aidlik məzmunu yox, daha doğrusu mənsubluq məzmunu yox, məsələn, miqdar məzmunu bildirir, fərqli məna bildirir. Onu da rəqəmin üzərinə artırılan formasını götürəsiniz. Sonra, hal və mənsubiyyətin fərqi nədir? Hal və mənsubiyyəti fərqləndirmək üçün onu bilməlisiniz ki, mənsubiyyətin əvvəlinə bayaq dediyim kimi mənim, sənin, onun, bizim, sizin, onların sözlərini, bir də öz sözünü artıra bilirəm. Bir bunu yoxlayasınız. Bunu yoxlayasınız ki, alınırmı ya yox. Yox, gördünüz, əgər məsələn bu yadınıza düşmədi da, məsələn, unutdunuz da bu qaydanın mənsubiyyətin əvvəlinə nə işlənirdi falan. Ona nə edirsiniz? Həmin sözün üzərindəki şəkilçinin fərqi yoxdur. Bu digər şəkilçilərə də tətbiq edə bilərsiniz. Məsələn, deyirəm ki, Azərbaycanın sərvətləri tükənməzdir. İndi mən burada həmin bu sözün silirəm, həmin sözləri. Üzərindəki şəkilçini verirəm o sözün, o əvəzliyin üzərinə. Məsələn, onun sərvətləri tükənməzdir. Deyə bilirəmmi? Deyə bilirəm. Deməli, buradakı ın hal şəkilçisidir və artıq ın hansı hal olduğunu yəqin ki, bilərsiniz, yiyəlik haldır. İndi sərvətlər sözünü dəyişirəm. Azərbaycanın onu tükənməzdir deyə bilmirəm. Deməli, buradakı ı nədir? Mənsubiyyət. Qısaca, onun üzərinə artırılıram. Həmin şəkilçini götürüb onun üzərinə artırıram. Olursa hal, olmursa mənsubiyyət. Heç bunu başqalarına da artıra bilərəm. Məsələn, deyək ki, çoxdan sözünü götürürəm. Bir də, məsələn, ucadan sözünü götürürəm. Bir də, məsələn, Arifdən sözünü götürürəm. 3 dənə sözü götürürəm. Hər 3 sözdəki şəkilçinin o sözünün üzərinə artırıram. Məsələn, çoxdandır gəlmirdi. Ondan gəlmirdi deyə bilirəm? Yox. Deməli, oradakı dan şəkilçisi hal şəkilçisi deyil. Məsələn, o ucadan danışırdı, o ondan danışırdı. Mənası uyğun gəlmirdi. Ondan danışırdı sözü var ya, amma başqa mənanı bildirirdi. Bir ucadan danışırdım, bir də ondan danışırdım. Məna dəyişdi. Məsələn, Arifdən soruşmuşam, ondan soruşmuşam.
Deyə bilirəmmi? Deməli, bu üçüncüdə çıxışlı haldır. Amma digərlərində çıxışlı hal deyil. Yəni, bu digərlərini də tətbiq edə bilərsiniz. Bütün şəkil, yəni hallara tətbiq edə bilərsiniz. Digər hallara tətbiq eləməyinizdə bir problem yoxdur. Aha. Sonra. Allah qoysa da bunu. Sonra deməli gəldik nəyə? Başqa nə var idi orada? Hə. Bəzən zəflə ortaq sözlər var. Həmin sözləri bilmirəm ki, həmin cümlədə zəfdir yoxsa isimdir. Onu bilmək olmur. Məsələn, deyirəm ki, səhər gələcəm sözünü yazdım. Yazıram ki, səhər açıldı. Açıldı neydi? Açıldı. Bu iki dənə cümlə var. Səhər gələcəm, bir də səhər açıldı. Sual verirəm. Gələcəm nə vaxt? Səhər. Deməli, burada zəfdir. Açıldı. Nə? Səhər. İsim sualına cavab verir. Deməli, isim. İndi bəzi sözlər var da, ortaq sözlər. İndi onu sual verib tapa bilərsiniz. Sonra. Bir də bəzən belə bir cümlə verə bilər. Səhər açılanda sizə gələcəm məsələn. Deyə bilərsiniz ki, mənim burada səhər açılanda zaman mənası bildirir də. Deməli ki, burada zaman zərfidir. Yox. Cümləyə baxıb fikir verirəm. Əgər birləşmənin, yəni fe'li bağlamadır, sifətdir, məstərdir, bunların tərkibindədirsə, həmin yeri atıram bu tərəfə. Mənə lazım olan tərəfi götürürəm. Sonra bu andanı atıram da, hansı şəkilçidirsə indi. Onun yerinə normal zaman şəkilçisini qoyuram. Səhər açıldı deyə bilirəm. Açıldı, nə səhər? Deməli, burada isimdir, zaman zərfi deyil. Yenə də deyirəm, cümlənin ümumi məzmununa baxmırsan. Sadəcə cümlənin belə qurursan, həmin bunu seçirsən, normal zaman şəkilçisini əvəz edirsən və ya da başqa bir şəkilçisini, xəbərli şəkilçisini əvəz edirsən, sonra baxırsan, cümləyə sual verirsən. Sözə sual verirsən. Sonra, qeyri-müəyyən təsdiq hal məsələsi var ki, məsələn, hansı sözlər qeyri-müəyyən təsdiq halı, hansı sözlər deyil. Məsələn, deyirəm ki, sürücü axtarır. Bir də deyirəm ki, məsələn, həmin sürücü axtarır. İki dənə cümlədir. Sürücü axtarır cümləsini həm, məsələn deyirəm, Arif sürücünü axtarır mənasında işlədə bilərəm. Onlar sürücü sözü qeyri-müəyyən təsdiq halda. Bir də deyirəm ki, sürücü kimisə axtarır. Onda olacaq adlı halda. Cümləni indi dəyişdirək yazaq bir dəqiqə. Məsələn, deyirəm ki, Arif sürücü axtarır. Əslində necə olmalıdır? Arif sürücünü axtarır. Bir də deyirəm ki, məsələn, sürücü Arif axtarır. Cümlələrin tamam fərqi dəyişdi. Birinci cümlədə oldu sürücü sözü qeyri-müəyyən yəli halda. İkinci cümlədə amma oldu adlı halda. İndi gəlirəm bu cümləyə baxıram. Həmin sürücü axtarır cümləsində sürücü sözü qeyri-müəyyən təsdiq halda ola bilməz. Niyə? Çünki qeyri-müəyyən təsdiq hal işarə əvəzliklərlə işləməz. Əgər işarə əvəzliyi varsa həmin cümlədə, deməli həmin söz qeyri-müəyyən təsdiq halda ola bilməz. Burada olmalıdır ki, həmin sürücü, yəni sürücü adlı haldadır. Və mən buna deməyəcəm, qeyri-müəyyən təsdiq halda ola bilər. Deyə bilmərəm. Əgər işarə əvəzliyi varsa, deməli təsdiq halda deyil, qeyri-müəyyən təsdiq halda deyil. Sonra ortada bağlamışam misyonu. Özümə danışıram. Deməli, buranı deyəsən izah eləmişəm. Buranı izah edeyim. Deməli, ismə maksimum 4 şəkil çağırtırıla bilər. Cəm, mənsubiyyət, hal, xəbərli. Yəni, maksimum deməyim, ardıcıllıq olaraq cəm, mənsubiyyət, hal, xəbərli artırıla bilər. Leksik şəkilçilər də var, qrammatik şəkilçilər də söhbət edir. Yalnız təsirli halda
xəbərlik şəkil ilə işlənmir deyə cəm, mənsubiyyət və hal olacaq, xəbərlik olmayacaq. Çünki xəbər ola bilmir ümumiyyətlə təsirli hal. Xəbərlik şəkilçisi də avtomatik olaraq qəbulliyi bilmir. Adlı hal özünün şəkilçisi olmadığına görə cəm, mənsubiyyət və xəbərlik olacaq. Mücərrəd isimlərdə adından göründüyü kimi bayaq dedik ki, bütün mücərrəd isimlər cəmlənə bilmir. Mənsubiyyət hal xəbərlik olacaq. Orada da cəm şəkilçisindən söhbət getməyəcək. Bir də toplu isimlər var idi dedik. Cəmaət, əhali idi. Bir də ictimaiyyət sözləri cəmlənmirdi. Bir də onlarda ola bilər ki, cəm şəkilçisi olmaz. Qalan isimlər dörd şəkilçisini qəbul edə bilər ardıcıl olaraq. İndi məsələn sual verə bilər ki, bütün isimlər məsələn 4 qrammatik şəkilçinin 4-ünü də qəbul edə bilmirlər. İsmail 4 qrammatik şəkilçini. Düzdür. Çünki İsmail 4 qrammatik şəkilçini necə qəbul etsin? Bir də var deyir ki, heç bir sözlər, məsələn, bütün sözlər arasında İsmail 4 qrammatik şəkilçi, ümumiyyətlə 4 qrammatik şəkilçidən çox şəkilçi qəbul edən söz yoxdur. Bu tipli sual verə bilər. Səhvdir. Oxuyanlarımız məsələn fiil sifətini götürmüşəm də 1, 2, 3, 4, 5, 5 dənə qrammatik şəkilçi var. Yəni bu o demək deyil ki, bir söz sadəcə 4 qrammatik şəkilçi qəbul edə bilər. Eyb yox. İsimlərdə sadəcə 4 qrammatik şəkilçi qəbul etmə məsələsi var. Digər sözlərə aid deyil. Yəni biz söz ümumiyyətlə istənilən qədər qrammatik şəkilçi qəbul edə bilərik. Onun bir problemi yoxdur. Sonra başqa nə var idi burada? Başqa yiyəlik halına bağlı. Yiyəlik hal deməli həm ismin üzərinə artıla bilər, həm sifətin üzərinə artıla bilər. Məsələn, qocalar evi qocaların evi formasında da və yaxud da böyük sözünün bu da qeyri-müəyyən təsirli halda ola bilər. Sonra dedik ki, təsirli hallı söz xəbər olma funksiyası yoxdur, düzdür. Amma təsirli hallı söz xəbərin tərkibində çıxış eləyə bilər. Xəbər ola bilməz müstəqil şəkildə, amma xəbərin tərkibində çıxış eləyə bilər. Məsələn, məqsədi kitab oxumaqdır. Burada kitab oxumaqdır, kitabı oxumaq. Bunu indi dəyişirəm cümləni. Kitabı oxumaq məqsədi olmaz. Cümləni dəyişirəm. Məqsədi kitabı oxumaqdır. Tərkibinə I şəkilçisini verdim, təsirli halı verdim. Təsirli halı verdim deyə avtomatik olaraq müəyyən təsirli hala çevrilir. Amma bu formada yenə təsirli hal, yəni mən bunu adlı hal deməyəcəm. Adlı halın təsirli halı fərqləndirməkdən ötürü onu bilməlisiniz. Əgər bir söz həm nəyi, həm nə sualına cavab verirsə təsirli haldır. Yox, sadəcə nə sualına cavab verirsə, onda adlı haldır. Məsələn, indi mən burada kitab oxumaqdır, nə məqsədi şəklində deyirəm. Kitab oxumaqdır olur. Deməli, xəbər, xəttimiz əri getdi. Məqsədi də ki, isimdir. İsim deyəndə mübtəda. Sonra başqa nə deyirdik, nə qaldı? Bəzən ola bilər ki, zərf digər yəni nitq hissələri eyni zamanda bilirsiniz də sifətlə isimləşir, ismin yerinə işlənib ismi şəkildə qəbul edə bilər. Zərf də bəzən ismi şəkildə qəbul edə bilər. Məsələn, dünənini unutmur. Burada dünənini sözünü həm mənsubiyyət, həm təsirli hal şəkildə qəbul edib, amma zərf. Sonra bir sözün məsələn sizə sual kimi verə bilər ki, hansı söz iki halda fikirləşilə bilər. Məsələn, bayaq nümunə edəcəymişdik. Haradaydı o söz bilmirəm. Həm də bu sözdə məsələn Arif Firuzatda. Oradakı kimi bəzən ola bilər ki, sual verə bilər ki, hansı söz ismin iki halında fikirləşilə bilər. Məsələn, deyək ki, bəlkə müəllimi axtarır. Bu sözdə həm bəlkə müəllimi axtarır formasında, həm də bəlkə müəllim kimisə axtarır formasında deyə bilərəm. Cümləni biraz dəyişsəm əgər, məsələn, bəlkə Arif müəllimi axtarır. Bir də deyirəm ki, bəlkə müəllim Arifi axtarır. Birində adlı halda olur, birində təsirli halda olur. Yuxarıdakı cümlədəki kimi. Sonra isim qrammatik cəhətdən deməli ki, bütün nitq hissələri
Bütün cümlə üzvləri funksiyasına çıxış edə bilər sintaksisdə, yəni onun üçün fərqi yoxdur. Sonra başqa da ki hələ ki bir şey yoxdur. Aha. Yəni bir də mənsubiyyəti nəyə izah eləyəsiniz qaldı. Xəbərlik şəkilçisi bilirsiniz nədir? Xəbərlik şəkilçisinin əvvəlində mən, sən, o, biz, siz, onlar artırıram. Məsələn, mən həkiməm. Sonra sən həkimsən. O. Bu cümlədə mənsubiyyət şəkilçisində əvvəlinə mənim, sənin, onun, bizim, sizin, onlarını artırırsan. Amma şəxs şəkilçisində əvvəlinə mən, sən, o, biz, siz, onları artırırsan. Elə rahat tapmaq olar. Mənsubiyyət şəkilçisində var alınma sözlər, var milli sözlər. Milli sözlərdə də, bax, milli sözlərdə milli sözlərdə yalnız və yalnız mənsubiyyət artıranda düşür. İndi bəzi sözlərdə onlara aiddir. Amma alınma sözlərdə yəni istənilən şəkildə artırsan saitlə başlayan. Həm mənsubiyyət, həm hal artırsan düşür. Milli sözlərə bədən üzvlərimiz daxildir. Bir də qayın, qoyun, oğul sözlər daxildir. Boyun, beyin, çiyin, qoyun və bunlar. Alınma sözləri isə isim, qisim, cisim, fəsil, nəsil, ətir, eyib, fəsil, sinif, heyf kimi sözlər var ki, bunlar daxildir ki, bunlar da alınma sözlərdir. Alınma sözlərə saitlə başlayan hansı şəkildə gəlsə artıracam, amma milli sözlərə yalnız mənsubiyyət artıranda düşəcək kökündəki sait. İndi izah edeyim. Məsələn, beyin sözü yazılıb, beynin yazılıb, sonra ismin yazılıb. İndi məsələn, bu 3 dənə söz. Mənə deyir ki, hansı sözün, burada beyin in yazılıb. Mənə desə ki, hansı söz, məsələn, ismin hansı halında olduğunu dəqiq demək olmur. Üçüncü, alınma sözdür. Düzü, alınma olduğuna görə buradakı ismin sözündə, yəni istənilən mən isimdə, əslində sözün normal forması necədir? İsim şəklində yazılır. Amma mən ona saitlə başlayan şəkil çatdırdım deyə buradakı saiti düşüb. Görürsünüz ki. İndi burada yoxdur sayt. İndi mənə deyə bilər ki, hansında, məsələn, hansı halda olduğunu dəqiq bilə bilmirəm. İsmin sözündə hansı halda olduğu dəqiq bilmirəm. Çünki ismin sözündə alınma olduğuna görə saitlə başlayan mənsubiyyət də artırsam, hal da artırsam düşürdü. İndi mən bilmirəm ki, oradakı artırılan mənsubiyyət yoxsa hal şəkilçisidir. Yəni, yəli hal. Yəli halsa yəli haldadır. Mənsubiyyət şəkilçisi deməli adlı haldadır. Ona görə dəqiq bilmirəm. 2 haldan biridir. İndi yuxarıda beynin sözü yazılır. Beynin sözündə görürsünüz ki, əslində sözün hansı formadadır? Beyin formasına yazılır. Düzdür, saiti düşüb. Saiti düşübsə tərkibində saitdən başlayan şəkil çatdıranda, deməli, burada sadəcə mənsubiyyətdir və adlı haldadır. Yəni, bunun halını dəqiq deyə bilirəm. Niyə? Çünki beyin sözü milli sözümüzdür. Dedik axı, bədən üzvləri. Beyin sözü milli sözü və üzərinə artırılan şəkilçi düşübsə, deməli, mənsubiyyətdir və adlı haldadır. Beynin sözündə görürsünüz ki, heç bir şəkilçi düşməyib. Elə 3 dənə hecadan ibarətdir. Deməli, bu yiyəlik haldadır. Dedik axı, milli sözlərdə hal şəkilçisi artırsan düşməz. Belə. Bundan başqa da ki, bir şey yoxdur. Bundan başqa da bir şey yoxdur. İsim mövzusunu ümumi yenə də oxuyarsınız üzərindən, baxarsınız yenə də nə var, nə yox. Digər qaydalarını da izahını göndərəcəm.